Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda zəlzələ olsa, bu binalar açılama. Zəlzələlərə qarşı dayanıqlı binaların inşa edilməsi üçün öncə tikinti qaydalarına riayət olması vacibdir. Xəbər verilir ki, bunun 40 ildən artıqdır tikinti sahəsində fəaliyyət göstərən mühəndis Şahin Məmmədov bildirib. O, tikililərin zəlzələlərə daha dözümlü olmasını təmin etmək üçün simmetrik ölçülər və qısa sütunların dizayn strukturunun mühüm rol oynadığını qeyd edib. Mühəndis həmçinin əlavə edib ki, binanın tikildikdən sonra strukturlarına hər hansı bir dəyişiklik edilmədən əvvəl bu dəyişikliklərin mənfi təsirlərinin araşdırılması vacibdir. O, vurğulayıb ki, faviq icazə olmadan heç bir struktur dəyişiklikləri ediləməz. Təhlükəsizlik üzrə mütəxəssislər isə köhnəlmiş binalarla bağlı narahatlıqlarını bildirirlər. Qeyd edək ki, binaların tikinti prosesinə nəzarəti Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Layihənin normu və qaydaları yoxlanılır, yalnız bundan sonra müsbət rəy verilir. Rəydən sonra isə tikintiyə icazə vermək hüququ yaranır. Hal-hazırda tikilən binalar 8-9 ballıq zəlzələ davamlıdır. Köhnə tikililər nəzərə alsaq, bunlar davamlı olaraq yoxlanılmalıdır. Son günləri isə hər kəsi maraqlandıran isə qardaş Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiridir. Bununla bağlı AME Nəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişçi bildirib ki, bu zəlzələnin bizim ölkəyə heç bir təsiri yoxdur. Həmin zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz.